Goranboyda 81 yaşlı kişinin mənzilindən 7000 manata yaxın pul uğurlanıb. Hadisə rayonun Xanqərvənd kəndində Zahid Əskərovun yaşadığı mənzildə qeydə alınıb. Zərərçəkənin qardaşı qızı Kifayət Adilova iddia edir ki, 3 nəfər kişi əmisinin yaşadığı kəndə gələrək ona yataq dəsti və saç qırxan maşın verib və onun 7000 manata yaxın pulunu götürüblər. Kənd sakini bildirir ki, əmisinin uğurlanan pulları onun yas mərasimi, məzar daşı, kəfən üçün saxladığı vəsait olub. Maşını saxlayıb ki, Nayda, sana yardım gətirmişik. Bu da qabaqki vaxt ağırlıq evdə, koronavirus vaxtında yardım verirdilər. Bu da gətirib evə giriblər əmimlə beraber. Orada da onun kutunu açıb deyiblər, bax bu kutudur, bu da başqırxandır. Eləyib, qoyublar stolun üstünə, əmimə deyiblər ki, bizə 5'dən 10'dan pul ver. Əmim də deyib, valla mənim üstümdə pul yoxdur, gedib qonşudan alıb gətirərəm. Əmim qonşuya gedəndə şalvarını, pencəyini soyunub qoymuşmuş, 2 kravatın arasında çəmədanlar var onun üstünə. Orada gəlib şalvarın cibindən götürüb gediblər. Qeyd edək ki, oktyabrın 16-sında baş verən hadisə ilə bağlı polisə məlumat verilib. Zərərçəkən və yaxınları bildirir ki, hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir. Cəmilə Nəsir qızı, Rahim İbrahimoğlu, Həcər Həsənova, Bugün informasiya proqramı üçün.